Mən Əmanov Elvar Nazimoğlu, Astara rayonu Qamışovka kəndində yaşayıram. 2 övladım var, ailəliyəm. 27 yaşım var. Sosial məni yararsız ola-ola hərbi xidmətə yönləndirib. Mən yəni hərbi xidmətdən boyun qaçırmıram, hərbi xidmətdən yayınmıram. Mən də bir Azərbaycanın layiqli bir əskəri, bir vətəndaşıyam. Sadəcə mənim ayağımda 2 milim var. Bu da mənim millərimin, yəni işarədir. 2 dəmirim var ayağımda, milim var. Ayağım şişir, patinka geyinə bilmirəm, axsayıram, axsaq halda gəzirəm. Mən 5-ci ayımdayam, mən patinka geyinə bilmirəm. Sağ olsun komandir heyətləri, mənə patinka giydirmirlər. Hal-hazırdakı vəziyyətim, yəni göz qabağındadır ki, mən axsaq gəzirəm. Ayağım mazollaşıb, davanım daşlaşıb, sağ çiyin oynağım genişlənib, sınıb, bitişib, sümüyü qalxıb, yəni ağır işlər görə bilmirəm. Bundan əlavədə ki, üzümü tuturam Ali Baş Komandana İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya. Yəni mənə köməkli göstərsinlər, bir çıxış yolum olsun və yaxud da sağalım. Yəni baxsınlar, baxmırlar dedim. Mən elə bir hərbi hissəmlə Papalin adının hərbi hospitala yönləndirmək istədim. Amma məni göndərmirlər. Həkimlər baxırlar. Deyirlər ki, yəni səndə o vəziyyət deyil. Sadəcə kənardan baxır. Mən katı olunmalıyam. Qazan rentgenindən keçməliyim. Heç birindən keçmirəm. Çıxartmırlar, yoxlanmırlar, baxmırlar. Hal-hazırdakı vəziyyətimdə yəni göz qabağındadır. Ayağım şişib, mazollaşıb, 2 mil var. İnci sümüyümdə osteoma aşkar olunub. İnci sümüyümdə sümük inkişaf eləyir. Mən Lənkəran Mərkəzi Xəstəxanasından ölçəndə 3x4 mm-dir. İndi hal-hazırda mən Gəncə hospitalında, hərbi hospitalında ölçdülər. Can kapitan ölçdü, həkimi idi. 24x14 mm-lik osteoma aşkar olunur. Yəni qalıq sümük orada qalır, o sümük orada inkişaf edir. Ayağım kobud şəkildə, yəni mazollaşıb, kobud vari üsullarda inci sümüyüm yığılıb və yaxud da qamış sümüyüm yığılıb. Hal-hazırdakı gördüyünüz vəziyyətdə yəni budur. 2 dənə mil ayağımdadır, hal-hazırda budur. Sadəcə həkim də görür ki, deyir ki, yəni sənin ayağında mil var da. Deyirəm, məni sosial yazıb göndərib. Əmək və Əhalinin Müdafiə Nazirliyi Fondu, reabilitasiya şöbəsindən. Orada məni göndəriblər. Mən oraya gedəndə orada 2 xanım vardı. 2 xanım yoxladılar, baxdılar ayağıma, dedilər ki, sən yararsızsan. Ondan sonra məni rəntgenə göndərdi, rəntgen olunub. Sadəcə orada həkim yaxınlaşdı, dedi 10.000 pul ver yenə, bəs mən səni təxlis edeyim. Mən də dedim ki, yəni pulum yoxdur, kasıb uşağam, yəni ailəli adamam, 500 manat güzvan qazanıram, öz uşaqlarımı yedirdirəm. Ondan əlavədə ki, dedi gedə bilərsən. Getdim 15 gündən sonra cavab gəldi ki, sən A3-dən dərəcələndirirsən, yəni A3-dən, 3-cü qrupdan, yəni yararlırsan. Bundan əlavədə mən gəldim Vaykomata yaxınlaşdım. Vaykomata izah elədim ki, yəni bu haqsızlıqdır. Vaykomat mənə dedi ki, get sosialın apellyasiya şurasına müraciət et. Mən də apellyasiya şurasına müraciət etdim. Müraciətim yəni əsassız oldu. Nə tər əsassız oldu? Yəni orada baxılmadı. Dedilər bizim verdiyimiz rəy dəyişilməz, yəni qanundadır. Yəni bizim dəyişilmir də, yəni bizim verdiyimiz rəy dəyişilmir. Vaykomat da məndən tələb elədi ki, 8.000 pul gətir, mən səni təxris edeyim. MyGov-dan nə var ki, dedi, MyGov-dan çıxartmağa sənin adını. Mənə MyGov-dan gəlib ki, sən en sahili hərbi hissədə xidmət aparmalısan. Mənim çağırış vərəqəmi də verdilər, MyGov-dan da mənə bildirdilər ki, yəni filan tarixdə sən hərbi hissədə olmalısan. Mən də aprel ayının 29-undan, təzə aprelin 29-undan mən hərbi hissəyə yəni ayaq qoymuşam. Hərbi hissədə də xidmətimi aparıram. Hal-hazırdakı hərbi hissəm Kəlbəcər şəhərindədir, Zülfüqarlı kəndində yerləşir. Mən orada xidmət aparıram. Orada da ki soyuq olur, yəni bunun qışı var, buranı var. Adicə bir səhər-səhər duranda, yəni ayağım mənim incidir. Soyuqda donur. Çünki ayağımda dəmir var. Ona görə mənim ayağım donur. Gecələr sudurqam tutur, ayağım donur və yaxud da ayaq qıcılır. Yarım saat, 1 saat ayağın sudurqası olur. Mən xəstəxanaya düşəndə, yəni orada baxmırlar. Sadəcə deyirlər ki, baxarıq, yəni vaxtı uzatırlar, baxmırlar. Hal-hazırda mən Ali Baş Komandan İlham Əliyevdən xahiş edirəm, yoldaşı Mehriban Əliyevadan xahiş edirəm ki, bu baxsınlar, Müdafiə Naziri Zakir Əsənovdan yəni xahiş edirəm ki, bu baxsınlar, maraqlansınlar ki, yəni bu yəni yararlıdır, yararsızdır. Mən də belə deyək də xidmətdən boyun qaçırmıram.
Mən xidmət eləmək istəyirəm. Sadəcə mən orada əsgər yoldaşlarımı görürəm, onlar xidmət aparırlar, mən baxıb kövrəlirəm ki, yəni mən də onlar kimi şəqət vurmaq istəyirəm, addım atmaq istəyirəm, hərəkət etmək istəyirəm. Yəni məni nə təlimlərə çıxardırlar, nə idmana çıxardırlar ayağımın vəziyyətinə görə. Mən hal-hazırdakı bu vəziyyətimdə patinka geyinə bilmirəm. Özüm də məzuniyyətə gəlmişəm. Yəni bu qədər.